Müasir ali təhsil sistemi keyfiyyət, innovasiya və beynəlxalq standartlar üzərində qurulur. 13 fevral tarixində Mingəçevir şəhəri ölkənin aparıcı ali təhsil müəssisələrini bir araya gətirən mühüm bir tədbirə ev sahibliyi edəcək. Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə Təhsildə Keyfiyyət və İnnovasiya forumu keçiriləcək. Forum çərçivəsində ali təhsildə keyfiyyət təminatı, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya təcrübələri və qlobal standartlara uyğunlaşma məsələləri müzakirə olunacaq. Panel müzakirələrində ölkənin aparıcı universitetlərinin nümayəndələri, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ekspertləri və təhsil üzrə mütəxəssislər aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Keyfiyyətli təhsil və innovativ gələcək naminə bu mühüm dialoqun bir hissəsi olun.